Həmzə işdən sonra evə gəlməmişdi. Adilə narahat idi. Birdən telefon zəng vurdu. Adilə dəstəyə götürdü. Zəng çalan Həmzənin dostu Cəfər idi. Cəfər tələsik dedi. Adilə bacı, axşamınız xeyir olsun. Zəng elədim ki, Həmzədən nigaran olmayasınız. Redaktor onu çox vacib bir iş dalınca göndərib. Özü də tapşırıb ki, qurtarmamış geri qayıtmasın. Bayıldakı 75 nömrəli Fəhlə Gənclər Məktəbini yoxlayır. Redaksiyadan mənə zəng çalmışdı. Dedi ki, evə telefon elədim, Adiləni tapmadım. Barı sən xəbər ver. Gec gəlsəm, narahat olmasın. Çox sağ olun, əziyyət çəkmişsiniz. Deyib, Adilə razılığını bildirdisə də, qəlbi narahatlıqla döyündü. Axı o bütün günü evdə olmuşdu. Həmzə zəng vurubsa, necə olub ki, eşitməyib? Necə olacaq? Yəqin ki, mətbəxdə başım qarışıb, eşitməmişəm, deyə Adilə özünə təskinlik verirdisə də, yenə sakit ola bilmirdi. Xüsusilə Cəfərin zəng çalması Adilənin şübhələrini artırmışdı. Cəfərin onlara ayaq açdığı, Həmzə ilə yaxınlıq etməyə başladığı gündən bu sarıyanız, göygöz oğlandan Adilənin zəhləsi gedirdi. Ürəyi həmişə Adiləyə deyirdi ki, Cəfər yaxşı adam deyil. O bu barədə Həmzəyə bir söz deməmişdi. Ancaq eyhamlarla ona çatdırmağa çalışırdı ki, Cəfərdən uzaq olsa yaxşıdır. Cəfər ticarət şöbəsində müfəttiş işləyirdi. Texnikum bitirmişdi. Balaca boy, kök, sarıbəniz oğlan idi. Uşaqlıqdan tramvaydan yıxıldığına görə burnu yastılanıb üzünə yayılmışdı. Kiçik, göy gözləri vardı. Çox zaman yaxası çəkili köynək giyərdi. Hələ evlənməmişdi. Yaşasın azadlıq deyib, yaxasına ələ vermək istəmirdi. Anası gözünün ağa-qarası olan bircə övladının toyunu görmək, nəvəsini öpüb oynatmaq həsrəti ilə qovrulurdu. Evinə kim gəlsə, küçədə Cəfərin tanışlarından kimi görsə, başlayırdı yalvarmağa. Başınıza dönüm, qurbanınız olum, bu qədənin başına siz də bir ağıl qoyun, danlayın, bəlkə evlənə, bütün ehtiyatı hazırdır. Neçə ildir xırda-xırda yığıb düzəltmişəm, elə bircə hədisin, halal südənmişin birini mənə tuşutsun, daha onun işi yoxdur. Özüm gətirim qoyum evə. Cəfər isə evlənmə yadı çəkiləndə daş atıb başını tuturdu. Başınıza söz qəhətdir. Cəfərlə Həmzənin dostluq tarixi o qədər də uzaq deyildi. Onların tanışlığı belə başlamışdı. Həmzəyə redaksiyaya göndərilən bir məktubu yoxlamaq tapşırılmışdı. Məktubda ticarət təşkilatları tənqid edilir, bir neçə mağaza müdiri möhtəkirlikdə, malları baha satmaqda təqsirləndirilirdi. Həmzə mağazaları gəzmiş, məktubda göstərilən faktları mümkün qədər yoxlamışdı. Fikirləşirdi ki, felyeton yazsın. Yazacağı felyeton üçün sərlövhə düşünür, priyom axtarırdı. Fikirləşə-fikirləşə gəlib restorana girdi. Fikri 100 qram konyak içib evə getmək idi. Elə təzəcə oturmuşdu ki, stolunun üstünə bir şüşə konyak qoyuldu. Həmzə xörək paylayandan bunu kim göndərdi, deyə soruşdusa da bir şey çıxmadı. Həmzə konyakdan 50-50 vurur, dəqiqələr keçdikcə başı dumanlanırdı. Bir qədər sonra alçaq boylu bir nəfər yanınızdakı stul boşdurmu, deyə ondan soruşmuş və Həmzə buyurun, boşdur, dedikdən sonra əyləşmişdi. Həmzə yarım litr konyakı boşaltmış, xörək paylayana çağırıb pul vermək istəyən zaman alçaqboy oğlan demişdi ki, yoldaş Məsumzadə, narahat olmayın, pulunuz çatıb. Bundan sonra onlar bir-biri ilə tanış olmuş, elə ilk gecədən ağız dolusu vəfadan, sədaqətdən danışmış, marça-març öpüşmüşdülər. Adilə onların yoldaşlığının tarixindən xəbərsiz olsa da, ürəyində Cəfərlə barışa bilmirdi. Buna görə də Cəfərin zəngindən sonra Adilənin qəlbi aram tapmadı. Nə qədər özünə təskinlik verdisə də, ürəyindəki şübhələri qova bilmədi. Bəlkə Cəfər doğru demir, bəlkə Həmzə başqa yerə gedib. Yəqin redaktor mətbəədə olar. Zəng eləyib soruşacam. Deyəcəm ki, Həmzə işdən gəlməyib, narahatam. O cəsarətlə telefona tərəf yeridi. Dəstəyi götürdü. Nömrələri yığmaq istəyirdi ki, əl saxladı. Neynirsən? Ayıb deyil. Heç bu sənə yaraşan iş deyil. Redaktor sənin haqqında, Həmzənin ailəsi haqqında nə fikirləşər? Bəlkə elə doğrudan da Həmzə vacib iş dalınca gedib. Redaktora zəng elədiyimi eşitsə nə deyər? Yox, burada heç bir pis hərəkət yoxdur. Şikayət eləmirəm ki. Sadəcə olaraq bilmək istəyirəm, Həmzə hardadır? Adilə dəstəyi yenidən götürdü. Həyəcandan ürəyi şiddətlə döyünürdü.
cinayət eləmək istəyən adamın əlləri necə titriyirsə, Adiləninki də elə titriyirdi. Axır ki, o nömrəni yığdı. Alo, mətbəədir, evdir, bağışlayın, bağışlayın. Dəstəyi yerinə qoydu. Bir də götürdü. Özünə ürək-dirək verdi. Nömrələri yenidən yığdı. Mətbəədir, bağışlayın, kimdir danışan? Adilə süstəldi. Dəstəyi yavaş-yavaş endirib aparatın üstünə qoydu. Danışan Elsəvər idi. Adilə yarımçıq qoyduğu romanı oxumaq istədi. Amma fikirlər onu tərk etmir, səhifələr çevrilmirdi. O kitabı bir tərəfə atıb ayağa qalxdı. Pəncərənin qabağına gəldi. Pərdəni yana verib çölə baxdı. Bərk yağış yağırdı. Külək yağış damcılarını pəncərəyə çırpıb şüşədə qəribə naxışlar açırdı. Qatı qaranlıqdı. Yalnız hərdən bir yağış stonlarını dəlib keçən maşın işıqlarını seçmək mümkün idi. Adilə gözlərini qatı qaranlığa zilləyib, sanki gecənin sirrini və onunla birlikdə Həmzənin sirrini bilmək istəyirdi. Yağış çırpır, dəqiqələr keçir. Adilə gözlərini qaranlıqdan çəkmir. Həmzədənsə bir xəbər çıxmırdı. Hər dəfə küçədən maşın keçdikcə, yəqin odur, deyə Adilə ürəyində dolandırır. Dayanmadı deyib, yenidən nigarançılıq çəkirdi. Əlbəttə, Həmzənin evə gec gəldiyi birinci dəfə deyildi. Bəlkə heç bu qədər nigaran olmağa da dəyməzdi. Gecə məktəbində də dərslər saat 11-dən tez qurtarmır. Yox, Adilə özünə nə qədər təskinlik verirdisə də, ürəyinə dolmuş dəhşətli bir hissdən yaxa qurtara bilmirdi. Özü də bu hiss Adilə üçün təzə idi. Əvvəllər Həmzə evə gec gələndə Adiləni narahat edən yalnız bir məsələ idi. Şəhər böyük, adamlar, maşınlar çox. İçərlər, savaşarlar, heç nədən bir iş çıxar. İndi isə həmin hissin yerini ondan da güclü, ondan da dəhşətli bir hiss tutmuşdu. Qısqanclıq. İlk gənclik illərində Adilə oxuduğu romanlarda, eşitdiyi əhvalatlarda qısqanclıqla əlaqədar olan məsələləri qətiyyətlə rədd edərdi. Bu hiss onun üçün anlaşılmaz və yad idi. O belə düşünürdü. İnanmırsan, ərə getmə. Ərə getdin, qısqanma. Bəs indi? Adilə pəncərənin qarşısından çəkildi. Gəlib divanda oturdu. Yenə yarımçıq qalmış romanı oxumaq istədi. Ancaq bu mümkün idimi? O bir də qalxıb pəncərənin qabağına gəldi. Pərdəni qaldırıb gözlərini küçəyə zillədi. Yağış elə hey səpir, kəsmək bilmirdi. Elə bil göylər bu axşam ürəklərində nə varsa hamısını boşaltmaq, yüngülləşmək, sakitləşmək istəyirdi. Uğuldayan, qapı pəncərələri döyəcləyən, dəlicəsinə fit çalan xəziri gücləndikcə Adilənin qəlbindəki qasırğa da artırdı. Bu qasırğa çox güclü, ardıcıl və sarsıdıcı idi. Bu qasırğa baharda yatağına sığmayan, coşub daşan, məcrasını dəyişən, sahildə nə varsa hamısını köpüklü, bulanıq dalğaları altında qoymağa hazır olan dağ çayının coşğunluğuna bənzəyirdi. Bəlkə də onun kimi ötəri idi. Bir neçə saat sonra sakitləşib öz yatağına, öz məcrasına qayıda bilərdi. Amma indiki halda çox güclü və çox təhlükəli idi. Aşağıda bir maşın dayandı. İçərdən bir oğlanla bir qız çıxdı. Qız oğlana əl edib tələsik uzaqlaşdı. Oğlan maşına minib getdi. Həyatında bəlkə də 100 kərə təsadüf etdiyi, ancaq əhəmiyyət vermədiyi bu adi mənzərə, oğlanın qızı yola salması mənzərəsi, Adilənin nigarançılığını daha da artırdı. O qəzəbindən dodaqlarını gəmirir, əsəbi halda gəzinir, çıxış yolu tapmırdı. Birdən o plaşını geydi. Əl çantasını götürüb cəld otaqdan çıxdı. Pilləkənləri sürətlə düşüb həyətə indi. Külək bir andaca onun plaşının düymələrini açıb yerləndirdi. Saçlarını dağıtdı. Yağış isə bu dağılmış saçları səliqəsiz şəkildə yumağa başladı. Adilə küləyə qarşı yeriyir, üst başından süzülən damcıların fərqinə varmırdı. Elə bil Xəzri qəzəblənmiş, bu gənc qızın iradəsini qırmaq, onu geri qaytarmaq üçün bütün gücünü toplayaraq hücuma keçmişdi. Adilə bütün bunları hiss etmədən irəliləyir. Özünü taksi dayanacağına çatdırmağa can atırdı. Dayanacağa yenicə çatmışdı ki, bir taksi yağış sütunlarını güclə dəlib keçdi. Adilə özünü saxlaya bilməyib qışqırdı. Taksi! Maşın dayandı. Adilə arxada oturub, bayla sürün dedi. Maşın tərpəndi. Yağış sağa sola səpəliyir. Şüşələrdə naxışlar açırdı.
Süpürgəciklər tənbəl-tənbəl işləyir. Aramsız, sürətli axınla bir-birini əvəz edən yağış çığırlarını pozurdu. Hərdən şofer tərləmiş şüşəni əski parçası ilə içərdən silir, yolundan qalmırdı. İnturist mehmanxanasını keçəndən sonra şofer qızdan soruşdu. Bacı, axı bayılda hara gedəcəyinizi demədiniz. 75 nömrəli Fəhlə Gənclər Məktəbinə. Şofer dübarə xəbər aldı. Hansı küçədə olduğunu bilmirsiniz? Xeyr, bilmirəm. Şofer qarşısına çıxan milis işçisindən Fəhlə Gənclər Məktəbinin yerini öyrəndi. Maşını düz məktəbin qabağında saxladı. Buyurun bacı, çatmışıq. Adilə maşından düşdü. Məktəb bağlı idi. Nömrəsinə baxdı. 75 deyildi. Düz gəlməmişik. Bu 32 nömrəli məktəbdir. Maşın yenidən hərəkət etdi. Onlar nə qədər soraqlaşdılarsa da, axtardıqları məktəbi tapa bilmədilər. Öyrəndilər ki, bayılda bu nömrədə Fəhlə Gənclər Məktəbi yoxdur. Adilə əlacsız qalıb evə qayıtdı. Bu dəfə cəsarətlə dəstəyi götürüb nömrələri yığdı. Alo, mətbəədir, redaktora xahiş edirəm. Yoldaş redaktor, bağışlayın, sizi Adilə narahat eləyir, Həmzənin yoldaşı. Həmzə evə gəlməyib. Dedim sizə zəhmət versəm də bilim, görüm bəlkə bir yerə göndərmisiniz. Heç yerə göndərməmsiniz? Çox sağ olun, narahat elədim. Adilə, bu da bir yalan, deyib divana sərildi. Mənə nə olsa haqdır. Gərək əvvəldən onun hərəkətlərinə əməlli başlı nəzarət eləyəydim. Elə bil heç universitetdəki Adilə deyiləm. Dilimi ağzımı bağlayıblar. Yox, daha bəsdir. Hörmət bu qədər olmaz. Düşmənçilik bu qədər olmaz. Mən dedim, özü başa düşsün. Anlasın ki, düz hərəkət eləmir. İndiki başa düşmür. Hörmət elədikcə, dinmədikcə daha da pisləşir. Onda gərək başqa cür başlayım. Daha bəsdir. Budur, gecə saat 1 olub, hələ də gəlib çıxmayıb. Elə bil Adilənin yuxusu ərşə çəkilmişdi. O yatmayıb ərini gözlədi. Həmzə evə gələndə gecə saat 2 yaşlayırdı. Gözləri qan çanağına dönmüş. Üzü, boyun boğazı xal-xal qızarmışdı. Hardaydın? Həmzə bu sualı gözləmirdi. O özünü eşitməzliyə vurub soyunmağa başladı. Hardaydın deyirəm sənə? Həmzə dönüb təəccüblə Adiləyə baxdı. Cəfər sənə zəng vurub demədi ki, mənə iş tapşırıblar? Kim tapşırıb sənə işi? Kim olacaq? Redaktor. O nə iş idi elə? Bayıldakı 75 nömrəli gecə məktəbini yoxlayırdıq. Yalan deyirsən. Elə bir şillə vurub Həmzəni ayırtdılar. Necə? Yalan deyirəm. Deməli sən mənə inanmırsan? Yox, inanmıram. Sənə redaktor heç bir iş tapşırmayıb. Ayıb deyil. Niyə yalan danışırsan? Məyər biz bir-birimizi aldatmaq, bir-birimizə yalan satmaq üçün mü evlənmişik? Həmzə, özün bilirsən ki, bu birinci dəfə deyil. Belə olmaz axı. İçib gəlirsən, dinmirəm. Bədxərclik eləyirsən, susuram. İclas adına kinoya gedirsən, yenə dinmirəm. Deyirəm, yəqin özü başa düşər. Mən sənin xətrinə aspiranturanı atdım. İşə girmədim. Bu da sənin mənə hörmətin? O hirsindən qəhərləndi. Axı sən belə deyildin, Həmzə. Adilə gözlərini divardakı şəkilə zillədi. Axı sən, Adilə hönkürdü. Elə bil Həmzənin nitqi tutulmuşdu. Ağzı qıfıllanmışdı. O heç bir söz demədən yataq otağına keçdi. Adilə onun arxasınca baxdı. Dərindən köksünü ötürdü. Axı sən, bəli, sən belə deyildin. Mən belə adamı sevməmişəm. Sevə bilməzdim. Həyat doğrudan da mürəkkəb imiş. Mən ondan nə gözləyirdim, o mənə nə verdi. Həmzə, sən mənim qanadlarımı qırdın, ürəyimi yaraladın. Sən mənim gənclik arzularıma çiçək açmağa, bar verməyə qoymadın. Xəzana döndərdin, sərt küləklərə verdin. Sən mənim ilk məhəbbətimi nakam qoydun. Mən istəyirdim ki, sən həmişə yüksəkdə dayanasan, lap yüksəkdə, əlçatmaz zirvələrdə. Amma sən özünü alçatdın, ayaqlar altına düşdün, süründün, dilənçilər kimi sədəqə aldın. Nə fərqi var? Ya istədin verdilər, ya da verdilər aldın. Adilə otaqda xeyli gəzindi. Qapını güclə açıb eyvana çıxdı. Yağış kəsmişdi. Ciyər dolusu nəfəs aldı. Əsən xəzri onun tellərini üzünə dağıtdı. Külək bir anda onun göz yaşlarını qurutdu. Adilə başını qaldırıb şəhərə baxdı. Sanki o, bütün şəhərə müraciət edirmiş kimi qətiyyətlə qərar verdi. Mən bir daha ağlamayacağam.
Adilə ilə aralarında olan pərdənin birdən-birə götürülməsi, Adilənin açıq danışığı Həmzəyə böyük dərs oldu. O bir müddət evə vaxtında gəldi və içkiyə o qədər də meyil göstərmədi. Adilə Həmzənin həyatındakı bu dəyişikliyə sevinir, ona daha çox mehribanlıq göstərirdi. Ancaq bu uzun sürmədi. Həmzə işdən yorulduğunu bəhanə edərək Soçiyə istirahətə getdi. Soçiyə çatan kimi belə bir telegram vurdu. Mənim göyərçinimə Qaradənizin səfalı sahilindən salam. Salamat gəlib çıxdım. Tez-tez məktub yazacağam. Bundan sonra Adilə düz 15 gün ondan heç bir məlumat ala bilmədi. Nəhayət, Adilənin həsrətlə gözlədiyi məktub gəlib çıxdı. Məktub çox müxtəsər idi. Bir neçə ümumi söz, sağlıq, salamatlıq. Məktub belə qurtarırdı. Mənim göyərçinim, bilirsən ki, pulum az idi. Onu da xərcləyib qurtarmışam. Bir gör neynirsən? Adiləni fikir götürdü. Ürəyi yumşaldı. Hətta ərinə yazığı gəldi. Ancaq boş fikirlə Həmzənin cibi dolmayacaqdı. Ərinin verdiyi xərclikdən Adilə boğazından kəsib bir qədər ehtiyat yığmışdı ki, qaynanasına göndərsin. Ancaq bundan nə olardı? Adilənin gümanı təkcə qolundakı saatına gəlirdi. O elə həmin gün saatı satdırıb Həmzəyə teleqrafla pul göndərdi. Adilə saatsız qalsa da qəlbən rahat idi. Ərini uzaq yerdə naümid qoymamışdı. Adilənin Həmzəyə pul göndərəcəyindən 2 gün keçmişdi. Axşamüstü idi. Birdən qapı döyüldü. Gələn Cəfərin anası Gülsabah idi. Xoş gəlmisiniz xala, nə əcəb sizdən? Deyə Adilə onu mehribanlıqla qarşıladı. Xoş günün olsun qızım, deyə Gülsabah razılıq etdi. Gəldim görüm necəsən, darıxmırsan ki. Adilə ona oturmaq üçün yer göstərdi. Gülsabah xalanın Adiləyə böyük hörməti vardı. Kaş Cəfərimə belə bir arvad qismət olaydı. Kaş belə bir gəlinin qaynanası olaydım, fikirləşərdi. Gülsabah xalanın üz gözündən bir rəsmilik, quruluq yağdığından çoxları onu sevmir. Qara qabaqdı, yerə baxandı deyirdilər. Adilə isə bu qara qabaq, yerə baxan qadının ürəyinə nüfuz etməyi bacarmış, onun qəlbində nəcib hisslərin, xeyirxah arzuların yuva saldığını duymuşdu. Adilə ilə Gülsabah xalanın söhbəti əvvəl ümumi oldu. Ancaq Adilə hiss edirdi ki, Gülsabah xala nə isə vacib bir iş üçün gəlmişdi. Qızım, bunlar hamısı bir yana, deyə Gülsabah xala ciddi sürətlə səsini ucatdı. Mənim bugünkü gəlişimdə mətləb var. Adilə stolunu bir qədər irəli çəkdi. Buyurun xalacan, mən sizi dinləyirəm. Qızım, özün bilirsən ki, gözümün ağı qarası bircə oğlum var. Onu evləndirib ailə sahibi. Oğul uşaq atası eləyəndən sonra ölsəm də heç bir dərdim olmaz. Amma iş ki belə gedir, görürəm yox. Deyəsən arzum ürəyimdə qalacaq. Niyə elə deyirsən xala? Yox qızım, mən bildiklərimin 100%-ni bilsən, belə deməzsən. Özü də bilirsənmi günah kimdədir? Həmzədə. Adilə təəccüblə soruşdu. Həmzədə? Bəli qızım, Həmzədə. Desən niyə? Çünki gədə ona qoşulandan zay olub gedib. 2 gündən bir Soçidən telegram vurur ki, Cəfər, pul göndər. Daha düşünmür ki, Cəfər başı batmış hardan göndərsin bu pulu? Yox səndən soruşuram. Hardan göndərsin? Getsin oğurluq eləsin. Bu sözlər Adiləyə bərk toxundu. Həmzəyə pul göndərmişəm xala. O nahaq yerə başqalarına pul üçün ağız açır. Gülsabah xala söhbətin başqa şəkil aldığını görüb Adilənin ürəyini almaq istədi. Nahaq incirsən qızım. Sözümün canı başqadır. Yəni demək istəyirəm ki, Cəfər Həmzəyə qoşulandan korlanıb. Ayıq ol, yığışdır Həmzənin ipini. Yıxmasın öz evini, yıxmasın mənim bircə balamın evini. Adilə indicə tufan başlayacağını, zəlzələ olacağını hiss edirmiş kimi qəlb çırpıntısı ilə Gülsabah xalanı dinləyirdi. Qızım, açıq danışdığım üçün məni bağışla. Onlar lap ağ eləyiblər. Ağbirçək Gülsabah xalanı da saymırlar. Səndən nə gizlədim? 1-2 ay bundan qabaq gecənin yarısı ayılıb eşidirəm ki, Cəfərin otağından xısın-xısın səs gəlir. Durub baxıram. Nə görsəm yaxşıdır. 2 nəfər zəhləm getmiş oğlan baş qız, 2 də onlar. Yeyib içirlər. Hirs vurdu beynimə. Bir istədim qapını açıb girəm içəri. Hər ikisinin üzünə lomba ilə tüpürəm. Yenə özümü saxladım. Lənət sənə kor şeytan, deyib döndüm. Nəysə qızım. Mən onların vələdöznalıqlarını çox görmüşəm.
Çox bilmişəm. Ancaq yenə abrımı gözləmişəm. Dinməmişəm. İndi görürəm yox. Bunların həyasızlığı getdikcə şiddətlənir. Bax, bu da son əməli. Həmzənin Soçidən Cəfərə göndərdiyi kağızla şəkil, deyə Gülsabah xala qoynundan bir kağız çıxarıb Adiləyə verdi. Həmzə ilə bir yerdə üzbəüz dayanmış qadın şəklinə gözü sataşan kimi Adilənin elə bir ildırım vurdu. O qapqara qaraldı, əli əsdi. Şəkillə birlikdə kağız da yerə düşdü. Adilənin tərpənməyə, məktubu yerdən götürməyə taqəti yox idi. Beynindəki fikirlər pırtlaşıq kələfə dönmüşdü. Bu kələfin ucunu tapmaq, çözmək, açmaq mümkün deyildi. Gülsabah xala Adiləni sakit eləyib getdi. Adilə özünü güclə ələ alıb məktubu oxudu. Qardaşım Cəfər, Soçi çox gözəl yerdir. Hər tərəf yaşıllıq, hər tərəf gül çiçək. Dənizin də misli yoxdur. Sahildə ceyranlar dəstə-dəstə gəzişirlər. Elə səndən bir hərəkət gərəkdi ki, ürküdüb tökəsən dənizə. Sonra da başlayıb seçəsən. Bu ceyran üçüncüdür. Haqqında sonra. Amma bir iş var ki, zəhrimar pul xəzəl kimi fırıldayır. Bir gör neyniyirsən? Adilə məktubun gerisini oxumadı. Qəzəb ilə şəkilə bir də baxdı. Şəkildə Həmzə gözlərini qıza dikib gülümsəyirdi. Onlar sanki bu saat öpüşəcəklərmiş kimi dodaqlarını bir-birinə yaxınlaşdırmışdılar. Adilə bir neçə dəqiqə özünə gələ bilmədi. Fikirlərini güclə cəmlədi. Bəli, deməli belə. Görünür taleyim beləymiş. Mən ona kim oldum, o mənə nə elədi? Adilə şəklin dalına aşağıdakı sözləri yazdı. Həmzə, mən hər şeyə dözərdim. Amma buna dözə bilmədim. Gedirəm. Məni axtarma. Mənasızdır. Bizim həyat yolumuz əbədi olaraq ayrılır. Evin açarını qonşuya verəcəm. Adilə öz kitablarını, paltarlarını, bir də kiçik çamadanını götürüb çıxdı. Şəkli də götürdü. Zərfə qoyub aviapoçtla Həmzəyə göndərdi. Sonra birbaş Şükufəgili gəldi. O ürək sözlərini açıb deməyə bir həmdəm axtarırdı. Şükufə Adiləni mehribanlıqla qarşıladı. Əlindəki çamadana baxıb təəccübləndi. Bu nədir? Səfərə çıxan adama oxşayırsan. Dayana bilmədim Şükufə. Dözə bilmədim. Nə qədər çalışdım. Nə qədər ciddi cəhd elədim. Mümkün olmadı. Ax, sən razılıq eləyirdin. Yaxşı dolanırıq, xoşbəxtlik deyirdin. Xəcalət çəkirdim Şükufə. Utanırdım səndən. Mən allandım Şükufə. Mən bədbəxt oldum. Həmzə məni bədbəxt elədi. Şükufə ona ürək dirək verdi. Nə danışırsan ay qız? Bədbəxt niyə olursan? Ali təhsilli jurnalistsən. 7 yetimlə bir dərədə qalmamsan ki. Orası elədir. Amma yenə fikirləşəndə məni od götürür. Axı jurnalist eyni zamanda tərbiyəçidir. Adama deməzlərmi ki, ay ailə möhkəmliyindən, ər-arvad sədaqətindən ağız dolusu dəm vuran jurnalist. Əvvəl-əvvəl güzgünü öz qabağına qoy, yaxşı-yaxşı özünə bax, sonra başqaları haqqında düşünərsən. Əvvəl-əvvəl öz gözündəki tiri gör, sonra başqalarının gözündəki tükü seçərsən. Rəfiqələr o axşam çox gec yatdılar. Söz sözü çəkib gətirdi. Xatirə xatirəni yada saldı. Yenidən həyata. İşləmək. Həmzənin evini tərk edərkən Adilənin ağlına gələn ilk fikir bu oldu. Həmin günün səhəri Adilə Jurnalistlər İttifaqına müraciət edib iş istədi. Adiləyə verilən ilk sual belə oldu. Rayona gedərsinizmi? Adilə tərəddüd etmədən. Gedərəm. Hansı rayon olsa, gedərəm, dedi. Adilə necə olursa olsun, şəhərdən uzaqlaşmaq istəyirdi. Həmzə ilə rastlaşmamaq üçün, dostların, tanışların gözünə görünməmək üçün, lap tez, günü sabahdan şəhərdən çıxmağa hazır idi. O bilirdi ki, Həmzədən ayrılmağına hərə bir cür baxacaq. Arada cürbəcür söhbət keçəcəkdi. İndi gəl cəmaata başa sal ki, bütün bu sorğu suallardan yaxa qurtarmaq üçün şəhərdən tez, lap tez çıxmaq lazım idi. Sizi Göylər rayonuna göndəririk. Səfalı rayondur. Adilə Göylər adını eşidərkən diksindi. Yanağına xəfif bir qızartı çöktü. Qəlbi şiddətlə döyünməyə başladı. Göylər Həmzəgilin rayonu idi. Əgər əvvəlcə hansı rayona göndərsəniz gedərəm deməsəydi, Göylərə getməkdən qəti imtina edərdi. Ancaq indi nə deyə bilərdi? Necə deyə bilərdi ki, bu rayon mənim ərimin rayonudur. Bu rayonda mənim hələ üzünü görmədiyim qaynanam yaşayır.
Siz Göylərdəki Doğru Yol qəzetində jurnalistika təhsili almış ilk gənc olacaqsınız. Gərək hünərinizi göstərəsiz. O qəzet haqqında fikrimiz siz deyən qədər də yaxşı deyil. Adilə təvazökarlıqla. Atalar demişkən, kasıbın olanından, nə bacarıramsa, onu əsirgəmərəm, dedi. Diplomunuzdan görünür ki, dövlətlisiniz. Fərqlənmə diplomu zarafat məsələ deyil. Adilə başını qaldıraraq. Diplom başqa, həyat isə başqa, dedi. Bəli, çox düzgündür. Gənclərimizdən elələri var ki, baxırsan biliklidir. Ali məktəbi də qiyamət bitirib. Digəl həyatda baş çıxara bilmir. Adamlarla davranmağa bacarmır. Yerli şəraiti nəzərə almır. Siz məni lap qorxutdunuz. Adilə gülümsədi. Onunla söhbət edən qarayanız kişi də gülümsədi. Yarı zarafatla. Nə tez qorxdunuz, yoldaş Əhmədzade, dedi. Eşitməmsiniz, qorxaqdan jurnalist olmaz. Göylərə gedən avtobus dağlara qalxdıqca, mənzərələr bir-birini əvəz edirdi. Gah göz işlədikcə uzadan pambıq tarlaları görünür, gah bərəkətli taxıl zəmiləri, gah bostan tərəvəzləkləri, gah da qarğıdalı şaxları. Qəribə təsadüfdür. Adilə avtobusda öz-özünə fikirləşirdi. Mən Göylərə necə getmək istəyirdim? İndi necə gedirəm? Bəlkə qaynanan mənim rayonda işlədiyimi eşidib yanıma gəldi. Ona nə deyərəm? Necə hərəkət edərəm? Bəlkə özüm gedib onunla görüşüm, hər şeyi açıb danışım? Yox, bu yaxşı düşməz. Yazıq arvadın onsuz da qəlbi sınıqdır. Bu məsələni bilməsə yaxşıdır. Nəinki o, gərək rayonda heç kim bunu bilməsin. Adilə belə fikirlər içərisində gəlib Göylərə çatdı. Gün ortadan keçmişdi. Bərk bürkü idi. Adiləni tər basmışdı. Bir tərəfdən isti, bir tərəfdən çamadanın ağırlığı, bir tərəfdən də rayonda necə qarşılanacağı, tapşırılan işi bacarıb-bacarmayacağı haqqındakı fikirlər onu yaman karıxdırmışdı. Yaxşı ki, mehmanxana avtobus stansiyasından o qədər də uzaq deyildi. Adilə mehmanxanada yer aldı. Əl-üzünü sərin kəhri suyu ilə yudu. Bir qədər dincələndən sonra paltarını dəyişib redaksiyaya getdi. Redaktoru soruşdu. Makinada bir barmaq nəsə yazan katibə qız Adiləni başdan ayağa süzdükdən sonra dedi. Yoldaş Poladov yoxdur. Adilə istədi bilsin ki, nə vaxt gələcək. Müsbət cavab almadı. Onu nə bilmək olar, bəlkə heç gəlmədi. Olarmı oturub gözləyim? Qız Adiləni bir də başdan ayağa süzdü. Yoldaş Poladovu neyinirsiniz ki? İşə gəlmişəm, Bakıdan göndəriblər. Jurnalist şöbəsini bitirmişsiniz? Bəli, elədi. Oy, nə xoşbəxtsiz. Gəş mən də universitetə girə biləydim. İmtahan verdim, kəsdilər. Adilə mənalı halda gülümsədi. Kəsildiniz, yoxsa kəsdilər? Yoldaş Poladov deyir ki, ürəyini qısma. Özüm aparıb səni qoyacam universitetə. Adilə yenə gülümsədi. Əlində makinadan çıxmış səhifələr olan qarabıq bir oğlan içəri girib, redaktorun otağını işarə edərək katibədən soruşdu. Gəlməyib? Yox. Zəng də vurmayıb? Yox. Oğlan narazı halda otaqdan çıxdı. Katibə onun ardınca baxıb ağzını büzdü. Elə ətacı oğlandı ki. O yenə makinanı tıqqıllatmağa başladı. Birdən Adiləyə tərəf döndü. Bir söz deyim, xətrinizə dəyməsin. Heç Bakılıya oxşamırsınız. Niyə? Geyiminiz, pričoskanız bir təhərdir. Adilə gülməkdən özünü güclə saxladı. Təzə qəzetləri almısınızmı? Almağını almışıq. Amma xətrinizə dəyməsin, verə bilməyəcəm. Yoldaş Poladov bunun üstündə bir dəfə mənə möhkəm danlayıb. Deyib ki, məndən icazəsiz mənim qəzetlərimi heç kəsə verməyin. Adilə daha bir söz demədi. Qalxıb pəncərə qabağına gəldi. Uzaqda sıra dağlar görünürdü. İşin qurtarmağına 5-10 dəqiqə qalmış alçaq boylu, dolu bədən, 40-45 yaşlarında bir kişi Adilənin yanından iti addımlarla keçib, üstünə redaktor sözü yazılmış meşin qapını cibindəki açarla açaraq içəri girdi. Arxasınca da qapını örtdü. Katibə Adiləyə himilədi ki, keçən redaktordur. Adilə ayağa qalxdı. Elə bu anda meşin qapının üstündəki elektrik zəngi cingillədi. Katibə cəld sıçrayıb üst başını düzəltdi. Çantasının üst qapağındakı güzgüyə baxıb saçını qaydaya saldı. Zəng bir də səsləndi. Katibə tələsik içəri təpindi. Deyəsən qulağın ağır eşidir, deyə redaktor katibəni danladı. Bir işçiləri tez çağır kabinetə. Görək nə ilə məşğuldular. Deyinən yoldaş Poladov çağırır. İşçilər redaktorun otağına toplaşdılar. Redaktorun ilk sözü bu oldu.
Canım, belə işləmək olmaz. Bilmirəm nə ilə məşğulsuz. Yoldaşlar məni yenə çağırmışdılar. Möhkəm danladılar. Sizə nə var Yazıb atırsınız üstümə. Bir qəmbər qulsu çıxanda da yoldaş Poladova çəkirlər məhşər ayağına. Qapı çip örtülmədiyi üçün Adilə redaktorun sözlərini açıq-aydın eşidirdi. Redaktor işçiləri möhkəm danlayırdı. Adilə nə qədər diqqətlə fikir verdisə də, redaktorun narazılığının səbəbini, hansı işçinin hansı günahın sahibi olduğunu başa düşə bilmədi. Axırda redaktor sözünü belə yekunlaşdırdı. Yoldaşlara söz vermişəm, gərək yaxşı işləyəsiz. Haydi, iş başına. İşçilər başlarını aşağı salıb otaqdan çıxdılar. Adilə onların üzünə baxdı. Elə bil bayaqdan bəri danlanan bunlar deyilmiş. Onlar bir-biri ilə xosunlaşır, xısın-xısın gülürdülər. Katibə qız Adilənin təəccüblə baxdığını görüb yavaşcadan dedi. Öyrəniblər. Hər gün bir-iki dəfə yoldaş Poladovun onları belə danlamağı var. Redaktor Adiləni çox mehribanlıqla qəbul etdi. Hə, xoş gəlmisiniz. Dünən yoldaşlar sizin barənizdə zəng vurmuşdular. Dedim yoldaş Poladovdan arxayın olun, dolandırarıq. Redaktor danışdıqca gülümsəyirdi. Bu zaman onun kiçik gözləri qıyılıb lap balacalaşır. Üzü kündə şəklini alırdı. Bəs heç hara düşdüyünüzü demədiniz. Mehmanxanada qalıram, yer veriblər. Yox, deyə redaktor yenə gülümsədi. Qoy bir zəng vurum, sizə yaxşı baxsınlar. O dəstəyi götürdü. Ay qız, Dusya, yoldaş Poladov'du danışan. Məni bir qəstinlə calaşdır. Alo, kimdir? Müdür hardadır? Bu zalım oğlu da ömründə bir dəfə idarəsində tapılmadı. Yaxşı, söz güləşdirmə. Gələndə deyərsən ki, yoldaş Poladov zəng vurmuşdu. Deyirdi ki, bizim işçi. Bəli, Bakıdan gəlib. Bir neçə günlüyə qəstində qalacaq. Ona yaxşı baxın. Yoldaşlar Bakıdan zəng edib tapşırıblar. Poladov telefonla danışanda xidmətçi qadın bir zəmbil barjumla içəri girdi. Poladov zəmbilə baxıb qımışdı. Adiləyə müraciətlə. İndi fikirləşəcəksiniz ki, yoldaş Poladov hara, bir zəmbil barjum hara, dedi. Düzü qalmışam həkimlərin əlində. 2 ay bundan əvvəl biri mənə deyib ki, yoldaş Poladov, siz ki belə sürətlə kökəlirsiniz, 50 yaşdan artıq yaşamazsınız. Dedim, bəs əlac? Dedi ki, əlac barjumdur. Odur ki, meylimi salmışam barjuma. Yalan olmasın. Gündə 5-10 butulka boşaltmasam, ürəyim soymaz. Poladov şit-şit güldü. Neyniyim? Can şirindi. Adilə də könülsüz gülümsədi. Poladov barjum şişələrindən birini açıb, hövluna geçdi. İndi rahat ola bilərəm. Gedin qəstinə. Deyin ki, yoldaş Poladov deyən adam mənəm. Mən də elə bu saat kommunal təsərrüfat şöbəsinə zəng vurub deyərəm. Sizə ayrıca bir otaq təşkil edərlər. Yoxsa qəstində qalmaqla işləmək tutmaz, narahat olarsınız. Poladov ətli əllərini kreslonun yanlarına vuraraq yenə gülümsədi. Haydi, gedin, istirahət eləyin. Adilə razılıq edib çıxdı. Mehmanxanaya gedib əl üzünü yudu. Yeməkxanaya düşüb xörək yedi, çay içdi. Otağına qalxıb dincəlməyə başladı. Gecə Adilənin yuxusu ərşə çəkilmişdi. O yatmaq bilmir, Bakıdan gətirdiyi kitablara, jurnalistikaya aid qeydlərinə dönə-dönə baxır. Təcrübədə olduğu redaksiyaları xatırlayır. Müxbir məktubları şöbəsinin hüquqları, vəzifələri haqqında daha konkret təsəvvür əldə etməyə çalışırdı. Poladov ona özünün dediyi kimi çox yüngül bir iş tapşırmışdı. Məktubları kitabdan keçirib şöbələrə vermək. Vəssalam. Həmzə Adilənin göndərdiyi pulu alarkən nə qədər sevinmişdisə, onun məktubunu alarkən o qədər dilxor oldu. Zərfin içərisindəki şəkli görərkən gözlərinə inanmadı. Axı o şəkli Cəfərə göndərmişdi. Bəs necə olmuşdu ki, bu şəkil Adilənin əlinə düşmüşdü? Təəccüb etmək nahaq idi. Şəklin arxasını Adilə yazmışdı. Həmzəni fikir götürdü. Ehtiyatsızlıq elədiyi üçün özünü danladı. Deyən gərək ay səfi, sənin nə düşüb buradan Bakıya şəkil göndərirsən? Mənə nə olsa haqdır. Atalar yaxşı deyib ki, insanın öz-özünə elədiyini bütün el yığışsa eləyə bilməz. Adilənin evdən çıxıb getməsi xəbəri Həmzəni çox sarsıtmışdı. Bunun yalnız bir səbəbi vardı. Həmzə Adilədən ayrılmaq istəmirdi. Belə dilsiz ağızsızı hardan tapacam, fikirləşirdi. Odur ki, tələsik yığış edib, vaxtından 5 gün əvvəl Bakıya uçdu. O hələ qəti surətdə ağlına sığışdıra bilmirdi ki, Adilə onu tərk edib gedə bilər. Bəlkə məni sınayır,
Bəlkə evdədir. Odur ki, Həmzə təyyarədən düşən kimi aeroportdan evinə zəng çaldı. Ancaq cavab ala bilmədi. Avtobus gözləməyə hövsələsi çatmayan Həmzə taksiyə minib birbaş evinə sürdürdü. Doğrudan da qapı bağlı idi. Açarı qonşudan alıb evə girdi. Çamadanını yerə qoyub divanın üstündə oturdu. Xeyli fikirləşdi. Ancaq necə deyərlər, 100 fikir bir borcu ödəməzdi. Həmzə həmin günün səhəri soraqlaşıb öyrəndi ki, Adilə Göylər rayonuna işləməyə getmişdi. Bir istədi elə həmin gün Adilənin dalınca rayona getsin. Amma bunu şəstinə sığışdırmadı. Bir arvad ki, evdən küsüb getdi, onun dalısınca düşüb yalvar yapış eləmək kişilikdən deyil. Özü necə gedib, elə də qaydar, fikirləşdi. Səhər Adilə işə hamıdan tez gəlmişdi. Xidmətçi qadın Adiləni görən kimi mülayimliklə, qızım, nə tezdən belə, deyə sual verdi. Adilə də eyni mülayimliklə, sevindiyimdən tez gəlmişəm xala, dedi. İlk dəfə məktəbə gedən uşaq necə sevinirsə, bugün mən də elə sevinirəm. Axı, mən həyatımda birinci gündür işə gəlirəm. Hə, deyirəm axı, işin navand olsun qızım. Adilə müxbir məktubları şöbəsi üçün ayrılmış kiçik otağa girdi. Bura çox səliqəsiz idi. Məktubların hərəsi bir tərəfə atılmış, köhnə komplektlər cırılıb tökülmüşdü. Müxbir məktubları yığılan qovluqlar qarışıq halda bir-birinin üstünə qalanmışdı. Şöbənin keçmiş müdiri gəlib çıxdı. Cavan bir qız idi. 10-cu sinfi keçən il bitirmişdi. Ali məktəbə girə bilmədiyi üçün bura işə düzəlmişdi. Adilə əlini onun çiyninə qoyub mülayimliklə. Səliqəndən çox narazıyam, dedi. Cavan qızsan, oğlan olsaydın, yenə deyərdim eybi yoxdur. Pintilik sənə yaraşmaz axı. Qız heç bir söz deməyib qıpqırmızı qızardı. İşləri tələsik təhvil verib getmək istədi. Bu dünən gələn məktublar, bu təhqiqata göndərilənlər. Bunlar da ki, hələ uçota alınmamışdı. Bəs elə niyə? Tənqidi məktublardı. Yoldaş Poladov tapşırıb ki, hələ bunları uçota alma. Başım açılanda özüm oxuyub göstəriş verərəm. Adilə onun izahatından bir şey başa düşmədisə də, aha, deyərək özünü elə göstərdi ki, güya Poladovun fikrindən xəbərdardı. Adilə işinə otaqda səliqə yaratmaqdan başladı. Stolların yeşiklərini bir-bir töküb təmizlədi. Lazımsız kağızları cırıb zibil yeşiyinə tulladı. Şöbədə işlər çox bərbad idi. Təhqiqata göndərilən məktubların çoxuna cavab alınmamışdı. Rayon prokurorluğuna ilin əvvəlindən göndərilən 15 məktubdan ancaq birinə cavab verilmişdi. Rayon Xalq Maarif şöbəsinə göndərilən məktublar da cavabsız qalmışdı. Adilə rayondakı kəndlərin siyasına baxdı. Rayonda 120 kənd var idi. 25 kolxoz, 15 kənd zəhmətkeş deputatları soveti. Redaksiyaya son 3 ayda gələn məktubları nəzərdən keçirdikdə aydın oldu ki, nəinki kəndlərin, hətta kolxozların bir neçəsindən belə məktub alınmamışdı. Bu açıq göstərirdi ki, redaksiyanın müxbirlərlə işi çox zəifdir. Son 2 ildə bir dəfə də olsun oxucular konferansı, yaxud fəal müxbirlərin rayon toplantısı keçirilməmişdi. Müxbirlər üçün tematik seminarların təşkilinə də fikir verən olmamışdı. Aşağı mətbuata verilən rəhbərlik tamamilə unudulmuşdu. Adilə qızdan iş planını istədi. Qız təəccüblə, nə plan? Planı o biri şöbələr tutur, dedi. Məsələ aydın idi. Hər şeyə yenidən başlamaq lazım gələcəkdi. Adilə şöbənin işini yaxşılaşdırmaq üçün təkliflərini sistemləşdirdi. Təxmini olsa da 3 aylıq plan tutdu. Bir neçə gündən sonra kommunal təsərrüfatı şöbəsindən zəng vurub Adiləyə dedilər ki, sizin üçün gözəl bir otaq düzəltmişik. Gedin baxın. Xoşunuza gəlsə, köçərsiniz. Adilə gedib mənzilə baxdı. Mənzil çox münasib yerdə idi. Həyət başdan başa yaşıllığa bürünmüşdü. Həyətin ortasında iri bir tut ağacı vardı. Adam boyundan bir qədər alçaq olan taxta məhəccər həyəti bağçadan ayırırdı. Bağça gül-çiçək içərisində idi. Bilirsinizmi? Deyə Adiləyə izahat verdilər. Mənziliniz lap siz deyəndi. Sakit həyət, uşaq yox, qonşu yox. Nə qədər istəsəniz, yazıb poza bilərsiniz. Bəs bu evdə heç kəs olmur? Deyə Adilə dəhlizdəki ikinci qapını göstərib soruşdu. Bu otaq bir qoca arvadındır. Arvad özü kətdə qalır. Hərdən gəlib həyət bacasına baş çəkib gedir. Sizə elə bir maniçiliyi olmayacaq. Çox sağ olun, təşəkkür edirəm, deyə Adilə öz razılığını bildirdi. Adilə tək qaldı. O kiçik taxta qapını açıb bağçaya keçdi. Yerə məxmər kimi sərilmiş göy otu əli ilə oxşadı. Gül kollarına diqqət yetirdi.
Kollardan birinin budağı qurumuşdu. Kəsib atmaq lazım idi. Adilə iri tut ağacının gövdəsinə söykənib fikrə getdi. Qürub edən günəşin son şüaları ağacın yarpaqları arasından süzülərək yerdə rəqs edirdi. Yavaş-yavaş irəliləyən kölgə həyəti bürüyür. Günəş şüalarının tut ağacının dibinə sərdiyi naxışları yığışdırırdı. Budur. Sonuncu naxışın üstünü də qara kölgə örtdü. Kölgə özü ilə həyətə hüzünlü bir görkəm gətirdi. Bəlkə əslində bu belə deyildi. Adiləyə belə gəlirdi. O içəri keçib işığı yandırdı. Həyətə düşüb darvazanı bağladı. Yenə yuxarı çıxdı. Otaqda radio da yox idi. Adilə ilk maaşından bir Moskviç markalı radio qəbuledici alacağını qət etdi. Həyat çox qəribədir. Adilə əvvəllər fikirləşirdi ki, o ilk maaşından Həmzəyə bir saroçka, bir də həmin saroçkanın rənginə düşən qalstuk alıb verəcək və zarafatla deyəcəkdi. Sən ilk maaşından mənə heç nə almadın, amma gör mən sənə nə almışam. Həmzə hədiyyələri alıb gülümsəyəcək və mənim göyərçinim, mən təslim, deyəcəkdi. Adilənin ürəyi üşüdü. Deyəsən o Həmzəni hələ qəlbindən tamam çıxarıb ata bilməmişdi. Adilə bunun üçün özünü danladı. Əgər ürəyimdə Həmzəyə bir tikə mərhəmət hissi, barışmaq meyli oyanarsa, mən onu da kəsib atmağa hazıram, deyə qət etdi. Elə buradaca başqa bir his baş qaldırdı. Həmzənin pozulmasında mən özüm də günahkaram. Mən gərək o qədər müti olmayaydım. İçdi gəldi, dinmədim. Evdən arağı, kanyakı əski olmadı, sustum. İdarə işini gətirib tökdü üstümə. Bir söz demədim, hələ sevindim də. Gərək mən əvvəldən möhkəm başlayaydım. Demirəm dalaşaydım, haray qışqırıq salaydım. Mehribanlıqla, sakitliklə deyəydim, başa salaydım. Əgər bir şey çıxmasa, tələb edəydim. Gözlərinin içinə şax deyəydim ki, pis yoldasan Həmzə, bu içki səni uçuruma aparır. Bəs demədim. Bəs yalan danışdığına sübuta yetirmədim. Axı nə oldu? Düzəldi mi? Tutduğu yoldan döndü mü? Yox, gec başladım. Gərək lap əvvəldən, ilk gündən başlayaydım. Axı mən istəmədim evimizdə söz həkət olsun. Dedim içməkdir, hamı içir. Evə gec gəlmək nədir ki, onu da söz eləyim. İdarə işinə kömək eləyəndə nə olar ki, məyər arvad ərinə kömək eləməməlidir. Adilə fikirlərin üzücü pəncəsində yorulubmuş kimi süstəldi. Deyə fikirləri başından qovmaq istədi. Ancaq fikirlər əl çəkmirdi. Qəribədir. Yazıq qaynanam həmişə kağız yazıb yalvar yapış eləyərdi ki, Həmzə, gəlinimi gətir görüm. Yəqin hələ indi də gözü yoldadır. Görəsən yazıq arvad bilsə ki, özüm öz ayağımla gəlmişəm, nə eləyər? Ya bəlkə soraqlaşım gedim Həsənli kəndinə. Qapını açıb girim içəri. Deyim gəlininəm, gəlmişəm. Görəsən məni necə qarşılayar? Sevinər. Lap çox sevinər. Bəs bilsə ki, Həmzədən ayrılmışam. Onda necə? Yox, bu uşaqlıq olar. Mən bu hərəkətimlə yazıq qarının ürəyini qıraram. Onun dərdinin üstünə dərd qoyaram. Sədrin bütün cidd cəhdlərinə, etirazlarına baxmayaraq, Qızıl Bulağa pambıqığa maşın gətirildi. Sədr Səfanı yanına çağırtdırdı. Maşını göstərib istehsa ilə dedi. Hə, necədir sənin üçün? Ürəyinə yatır? Səfa maşına baxıb tanıdı. Bu ki pambıqığa maşındır. O sevinclə irəli yeridi. Maşını fərəhlə süzdü. Baxdı. Çoxdan həsrətində olduğu oyuncağın alındığını görən uşaq necə sevinərsə, Səfa da elə sevindi. Onun ürəyi həyəcanla çırpınır. Gözlərində arzusuna çatmış bir insanın məmnunluq qığılcımları oynayırdı. O uşaq kimi atılıb düşmək, səsi gəldikcə bağırmaq, ay cəmaat, eşidin, bizim də pambıqyığan maşınımız var, demək istəyirdi. Səfa özünü saxlaya bilməyib maşının üstünə qalxdı. Sükanın arxasına keçib yerini rahatladı. Sədr ona tərs-tərs baxdı. Ay bala, bir ətək pul vermişəm, xarab eləyərsən, düş aşağı. Səfa sədrə etina etmədi. Maşını işə salmaq istədi. Abala, eşitmirsən? Demədim ki, düş aşağı. Səfa pərt halda maşından yerə tullandı. Dəmirdi də, əti yeyilmədi ki. Abala, niyə söz güləşdirirsən? Belə ki, böyük həvəsin var, gəl səni göndərək kursa. Əməlli başlı öyrən gəl, bəlkə bir şey çıxdı. Səfa astadan ona cavab verdi. Məni kursa göndərmək lazım deyil. Birindən çoxdur, mən bu maşını öyrənirəm. Kitabını alıb oxumuşam. Quruluşuna bələdəm. Necə işlətmək lazımdır, onu da bilirəm.
Sədr zahiri məmnunluqla. Hə, belədir, dedi. Nə olar? İndi ki oxumamış alimsən, işlədərsən hünərinə baxarıq. Söhbətə kolxozçular toplaşdılar. Həsən kişi qəlyanını sümürə-sümürə irəli gəldi. Oğul, Səfa, indi ki bilirsən, bir məni yaxşı-yaxşı başa sal görüm, bu pambığı necə yıxacaq? Həsən əmi, deyə Səfa izahat verməyə başladı. Təkərləri cərgələrin arası ilə gedəcək. Maşın irəlilədikcə bu xortumlar açılmış pambığı sümürüb dolduracaq bunkerə. Vəssalam. Ümumiyyətlə Səfanın xətrini çox istəyən Həsən kişinin də bu məsələdən ağlı bir şey kəsmədi. Başını bulaya-bulaya uzaqlaşdı. Siz öləsiniz, nağıldır. Maşın nədir? Pambıq yığdı nədir? Məmməd dayı Səfanı pərt etmək məqsədi ilə əlini əlinə vurub Həsən kişinin sözlərinə qəhqəhə ilə güldü. Axı kolxoza maşın verilməsi onun qətiyyən ürəyindən deyildi. Onu öz başına qoysaydılar, raykomdan təkidlə tələb etməsəydilər, kolxozun pambıq yığan maşını alması bir neçə il gecikə bilərdi. İşin çox pis nəticələnə biləcəyini hiss edən sədr əlacsız qalıb razılıq vermişdi. O belə fikirləşirdi. Madam ki təkid edirlər, alıb qoyarıq bir tərəfə. Söz sözə gələndə də deyərik ki, maşından başı çıxanımız yoxdur. Adam göndərmişik oxumağa. Kursu qurtarıb gələr, işlədər. Sədr istəmirdi ki, rayon təşkilatları, xüsusilə rayon partiya komitəsi onun haqqında bədgüman olsun. Onun maşına xor baxan, yenilikdən qorxan bir adam kimi tanısın. Buna görə də maşın gözdən pərdə asmaq üçün yaxşıca bəhanə idi. Balam, al dediniz, aldıq. Daha nə istəyirsiniz? Neyləyək? Adamımız yoxdur. Cəmaatın bir ətək pulunu xərcləmişik. Hayf deyil, verək Səfa kimi naşıların əlinə 3 günün içində zay eləyib bir tərəfə atsın. Bu il olmaz, gələn il olar. Gələn il olmaz, altdakı il olar. Maşındır da. Çölə atmayacaq ki, almışıq, gərək işlədək. Sədrin bu bəhanələri zahirən özünü maşının dostu kimi qələmə verməsi bir müddət inandırıcı göründü. Ancaq sonra məsələ açıldı. Səfa axırda dözməyib rayon partiya komitəsinə şikayətə getdi. Axır ki, Səfanın arzuladığı gün gəlib çatdı. Bugün o, maşının sükanı arxasında qalxmalı. Tarla gəmisini saçaq-saçaq pambığı ağ çiçəklər kimi sayrışan sahəyə sürməli idi. Tamaşaya çox adam gəlmişdi. Həsən kişi də qəlyanını sümürə-sümürə lap irəlidə dayanmışdı. Səfa sükan arxasına keçəndə anası ilə çiçəyin də maşına tərəf gəldiklərini gördü. Səfa maşını nə qədər yaxşı bilsə də, yenə həyəcan keçirirdi. Bu təbii idi. Ən bilikli tələbə belə imtahan verərkən hisslərini boğa bilmir. Ürəyi, əli sözünə baxmır. Bu da bir imtahan idi. Özü də yalnız müəllim qarşısında verilən imtahan deyildi. Maşına xor baxan sədr qarşısında. Bu işdən, ümumiyyətlə, ağlı bir şey kəsməyən Həsən kişi qarşısında, anası qarşısında, çiçək qarşısında, ümumiyyətlə, bütün cəmaat qarşısında verilən imtahan idi. Səfa çox ustalıqla maşını sahəyə saldı. Hamının nəzəri ona dikilmişdi. Onun ən kiçik hərəkəti belə gözdən qaçmırdı. Maşın 10-15 metr aralanmışdı ki, sədrin qəzəbli səsi eşidildi. Saxla! Səfa dönüb sədrə baxdı. Nə olub? Canına azlar olub. Bir də dərd. Düş özün bax, gör nə olub. Məmməd dayı əzilmiş şaxları, parçalanmış qozaları əlinə götürüb yuxarı qaldırdı. Camaat, görürsünüz bu Gülzar arvadın oğlu başımıza nə oynaçır? Həsən kişi dedi. Canım, indinin cavanları sözə baxmırlara. Axı biz dünya görmüşük. Mən maşına baxan kimi gördüm ki, fıstırıngı şeydi. Rədd eləyin bunu canım, camaatın əməyini zay eləyər. Səfa qapqara qaralmışdı. O tez-tez üzünün tərini silir. Xəcalətindən camaatın üzünə baxa bilmirdi. Məmməd dayı öz ovunu pəncəsinə almış pələng kimi nərildədi. Neçə vaxtı bizi keçər eləmsən. Maşın, bu da maşın. Döşünə döyürdün. Ay, mən oxumamış incinaram. Ay, belə asaram, ay, belə kəsərəm. Gördük hünərini. Daha bundan sonra dilin olmasın. Götür o maşını, hardan sürüb gətirmisən, apar ehmalca qoy öz yerinə. Dinəndə ağzına çullu dovşan sığışmır. Material yazmaq deyil, ağlına nə gəldi, yazıb namuslu adamları ləkələyəsən. Bəsdir sədr, bu söhbətin yeri deyil. Bala, hələ bir dilin də var danışırsan. Niyə yeri deyil? Lap yaxşı yeridir. Qoy camaat görsün ki, sən dil pəhləvanısan, qələm pəhləvanısan. Görsün ki, demagogun,
nacinsin birisən. Səfa özünü saxlaya bilmədi. Sədr, ağzını təmiz saxla, abrını gözlə. Yoxsa neyniyəcəksən? Mənə də Qızıl Məmməd deyərlər. İstəyir gündə 50-sini yaz. İt hürər, karvan keçər. Yel qayadan nə aparar? Həsən kişi Səfanın vəziyyətinə acıdı. İrəli yeriyib sədrə qabardı. Sədirsən axı, ağsaqqalsan axı. Redaksiyanın 3 aylıq planı müzakirə olunurdu. Şöbə müdirləri bir-bir ayağa qalxaraq öz planlarını oxuyur, gözlərini Poladovun ağzına dikirdilər ki, görək yaxşıdır, bəyənirəm deyəcəkmi? Poladov da diqqətlə qulaq asır. Ara sıra şöbə müdirlərinin sözünü ağzında qoyub qeydlər edirdi. Kənd təsərrüfatı, partiya, maarif və mədəniyyət şöbələrinin planları dinlənilirdi. Adilə gözləyirdi ki, indi redaktor sözü ona verəcək. Hə, indi də təzə şöbə müdirini dinləyək deyəcəkdi. Ancaq belə olmadı. Redaktor şöbələrin planlarını yekunlaşdırdı. Görünür, yoldaşlar plan üzərində o qədər də əziyyət çəkməmişlər, dedi. Eybi yoxdur. Elə bunları da yetirə bilsəniz, yoldaşlar bizdən razı qalarlar. Sonra o saatını baxıb əlavə etdi. Haydi, iş başına. İşçilər gürültü ilə ayağa qalxdılar. Bəs mən? Bəs müxbir məktubları şöbəsi? İşçilər ayaq saxladılar. Hamı dönüb ona baxdı. Redaktorun da kiçik gözləri Adiləyə zilləndi. Əyləşin, deyə redaktor narazılıqla işçilərə müraciət etdi. Hamı oturdu. Yoldaşlar, deyə Adilə sözə başladı. Müxbir məktubları şöbəsi redaksiyanın şah damarıdır, ürəyidir. Onun vəzifəsini məktubları hesaba almaqla məhdudlaşdırmaq, adi texniki katibin görə biləcəyi bir işə çevirmək olmaz. Bəri bax, deyə Poladov özünü saxlaya bilmədi. Bizə leksiya oxuma. Siz fikirləşən qədər də xam deyilik. Konkret işə keç. Sabah qəzet çıxarmaq lazımdır. Cəmaat bekar deyil. Planı oxu görə nə yazmısan? Adilə pərt oldu. Kənd təsərrüfatı şöbəsinin müdiri Lopabı Xəmid yerində qurcalandı. Qoysanız danışa, deyə yavaşcadan dilləndi. Poladov buna əhəmiyyət verməyib, buyurun, oxuyun, deyə biraz mülayimliklə əlavə etdi. Adilə əlindəki kağıza baxa-baxa qeydlərini söylədi. 1. Nə üçün susursunuz adlı bir məqalə dərc etmək və həmin məqalədə redaksiyanın tənqidi məktublarına cavab verməyən idarə başçılarını tənqid atəşinə tutmaq. 2. Divar qəzetləri redaktorlar üçün pambıq yığımı dövründə tarla vərəqəsi mövzusunda seminar keçirmək. 3. Böyük tarla düşərgələrinin birində doğru yolun oxucular konferansını təşkil etmək. 4. Yerli komitə ilə birlikdə müxbir məktublarına qayğı ilə yanaşmalı mövzusunda istehsalat müşavirəsi keçirmək. Adilə planı oxuyandan sonra əlavə etdi. Məqaləni mən özüm yazaram. Oxucular konferansını da şöbə müdirlərinin biri ilə təşkil edərəm. O ki qaldı seminar, onu da yoldaş Poladov keçirər. Adilənin planı ilə razılaşdılar. Hətta Poladov da gülümsəyərək öz razılığını bildirdi. Bu zahirdə belə idi. Adilənin dilavərliyi Poladovu heç açmırdı. Poladovun Adilədən ehtiyat etməsi özünü doğrultdu. Letuçkalardan birində Adilə çıxış edib Poladovun oçerkini tənqid elədi. Oçerkin əsas nöqsanı odur ki, burada əsl əmək adamlarının işi, onların arzu və istəkləri, yaradıcı əməyinin poeziyası öz əksini tapmamışdı. Oçerkdə təriflənənlər kimdir? Kolxoz sədri, ilk partiya təşkilatı katibi, bir də hesabdar. Bəs hanı planı dolduranların özü? Bəs hanı sıravi kolxozçular? Mən oçerkdə kolxoz rəhbərlərinin təriflənməsi əleyhinə deyiləm. Əlbəttə, bir qabaqcıl kolxoz sədri haqqında ayrıca oçerkdə yazmaq olar və vacibdir. Ancaq bir kolxozdan bəhs edən belə iri həcmli oçerkdə bütün müvəffəqiyyətləri sədrin ayağına yazmaq düzgün deyildi. Digər tərəfdən, oçerkdə mətləb hədsiz dərəcədə uzadılmışdı. Bəzi yerləri ixtisar etməklə fikri yığcamlaşdırmaq və iki padvalda verilmiş bu oçerki bir padvalda yerləşdirmək olardı. Poladov ilk dəfə idi ki, belə tənqid edilirdi. O kresloda otura bilmir, gah sağa, gah sola qurcalanırdı. Həmid isə qapqara lopa bığının altından gülümsəyir. Hə, karına dönüm, bax belə ha, deyə ürəyində Adiləyə haqq qazandırırdı. Zalım balası qoymurdu gözümüz açaq. Bir dəfə tənqid elədim, oldu mənimlə qanlı bıçaq. Gah məqaləmi yersiz irad tutdu, faktın əsaslı deyil. Qaldırdığım məsələ öz aktuallığını itirib.
Yaxşı yazmamısan, bir ora-burasına əl gəzdir görək, deyib məqaləni çap eləmədi. Gah qanararımı az yazdı. Hə, indi din görüm, buna nə deyəcəksən? İşçilər gözləyirdi ki, Poladov qızışacaq, mübahisə edəcək. Ancaq belə olmadı. Adilənin çıxışı qurtaran kimi o saatına baxıb, yoldaşlar, məni gözləyirlər, Letuçkanı qurtaraq, deyib ayağa qalxdı. Elə bu zaman Bakıda Həmzənin işlədiyi qəzetin redaksiyasında da Letuçka idi. Redaktor Həmzənin bir ferma müdürü haqqında yazdığı materialın üstünə düşmüşdü. Yoldaşlar, iş ki belə gedir, deyəsən biz Həmzə ilə xudahafizləşməli olacağıq, deyirdi. Demək bu qədər olmaz, danlamaq bu qədər olmaz. Yoldaş irəli getmək əvəzinə geri gedir. Əvvəllər əməlli başlı işçi idi. Bilmirəm buna nə olub. Ha deyirik, yoldaş Məsumzadə, rayonda ehtiyatlı ol, faktları saf-çürük elə, ətraflı öyrən, özünü yaxşı apar, yenə bir şey çıxmır. Yoldaşlar, gizlətmək lazım deyil. Onun təşəbbüskar ferma müdürü adlı məqaləsi rayonda böyük narazılığa səbəb olub. Budur. Görün kolxozçular nə yazırlar? Görün rayon təşkilatları nə yazırlar? Redaktor məktubları yuxarı qaldırıb işçilərə göstərdi. Bir qədər üzücü sükutdan sonra redaktor fikrini ümumiləşdirdi. İndi siz özünüz deyin. Bundan sonra belə bir adamı biz öz aramızda saxlaya bilərikmi? Redaktordan sonra əziz sahib eynəyini gözündən götürüb ayağa qalxdı. Mən Həmzənin başqa işləklərindən danışmayacağam. Bir xahişim var. Ya mənim yerimi başqa otağa köçürün, ya da onun. Əşşi, adamı gündə neçə dəfə zəng eləyərlər? Adam gündə neçə qızla danışar? Adam gündə neçə yerdə görüş təyin eləyər? Həmzənin telefon danışıqları məni lap zinhara gətirib. Bir də görürsən yarım saatda asılıb telefondan. Zalımın balası az qalır trubkaya girsin. Deyirəm Həmzə, abala, axı məni əsəbləşdirirsən. Axı məni bura yığmısan. Əziz sahib şəhadət barmağı ilə boğazını işarə etdi. Əşşi, kimə deyirsən? Əziz sahibdən sonra yerli komitənin sədri də durub Həmzəni tənqid etdi. İşə vaxtında gəlmədiyini, bəzən də hətta işə içib gəldiyini söylədi. Həmzə bərk tərləmişdi. Onun alnından, yanaqlarından damla-damla tər süzülürdü. Ağır-ağır nəfəs alırdı. Hər nəfəs aldıqca iri kök qarnı qalxıb enir, burun dəliklərindən qəribə bir fısıltı çıxırdı. Məsələ aydındı, deyə redaktor Letuçkanı yekunlaşdırdı. Mən sizsiz də Həmzənin işdən çıxarılma əmrini verə bilərdim. Amma kollektivin əli ilə olması yaxşıdır. Deməli belə. Elsevər söz istədi. Həmzə iri gözlərini qəzəblə Elsevərə zillədi. Ovcunun içi kimi bilirdi ki, Elsevər olan qalan pərdəni götürəcək. Onu tamamilə ifşa edəcəkdi. Oturanlar da bu fikirdə idilər. Çünki Elsevərin rayon əhvalatından sonra Həmzə özünü təmizə çıxarmaq üçün redaktora bir sicilləmə yazmış və Elsevərin onunla köhnədən ədavəti olduğunu sübut etməyə çalışmışdı. Elsevər ayağa qalxdı. Söz axtarırmış kimi bir neçə saniyə dinmədi. Həmişə iclaslarda öz məntiqli çıxışları ilə dinləyiciləri heyran edən Elsevər bugün nədənsə çətinlik çəkirdi. Yoldaşlar, deyə Elsevər aramla danışmağa başladı. Doğrudan da Həmzənin hərəkətləri çox ciddi tənqidə layiqdir. Bunun üstə onu işdən çıxarmaq da olar. Ancaq mən onun işdən çıxarılmasına tərəfdar deyiləm. Əvvəla ona görə ki, Həmzə cavandır. Sən də cavansan da, deyə əziz sahib onun sözünü kəsdi. Elsevər isə atmacıya əhəmiyyət verməyib, əvvəlki ahənglə sözünə davam etdi. Biz onu işdən çıxarsaq, qorxuram daha da korlansın. Həm də nəzərə almalıyıq ki, Həmzənin qələmi pis deyildi. O bir neçə müvəffəqiyyətli felyeton, oçek yazmışdı. Nəysə, Elsevər çox danışdı. Xahiş etdi, üz vurdu. Redaktor yumşaldı. Həmzəyə 3 ay vaxt verdilər. Həmzə cəmi bircə həftə özünü apara bildi. 8-ci gün redaktorun adına bir məktub gəldi. Məktubu şəhər drujinası qərargahından göndərmişdilər. Məktubda yazılmışdı ki, qəzetinizin əməkdaşı Həmzə Məsumzadə sərxoş halda restorandan çıxmış, küçədən keçən bir qadına sataşmış və buna görə də ona 3 gün həbs cəzası verilmişdi. Redaktor Elsevəri yanına çağırtdırıb, heç bir söz demədən xalq drujinası qərargahından gələn məktubu onun qabağına qoydu. Elsevər məktubu oxudu. Xəcalət çəkdi. Qalxıb otaqdan çıxmaq istəyirdi ki, redaktor yavaşçadan,
ancaq çox kəskin surətdə. Get, əmrini imzala, dedi. Adilənin gözlənilməz çıxışı, hətta redaktoru ciddi tənqid etməsi işçilər arasında onun hörmətini nə qədər artırmışdısa, Poladovun yanında onu o qədər gözdən salmışdı. Poladov qorxurdu ki, Adilənin bu hərəkəti başqa işçilərə də sirayət edər. Onlar da redaktorun üstünə ayaq alarlar. O düşünüb daşınırdı. Bəlkə elə yoldaşlar Adiləni Bakıdan müəyyən məqsəd üçün göndəriblər. Bəlkə... Poladovun ürəyinə qara fikirlər gəldi. O yanını kreslosuna möhkəm basaraq, yerini daha da möhkəmləndirib kabinetdə göz gəzdirdi. Qoşa telefonuna, qırmızı düyməli zənglərinə, dəmir kassasına, içində qatı açılmamış kitablar olan şkafa diqqət yetirdi. Birdən ona elə gəldi ki, kreslosu tərpənir. Yazı stolu yerinə möhkəm oturmamışdı. Poladovun canından bir üşütmə keçdi. Bu zaman özü də hiss etmədən əli zəngə toxundu. Katibə qız tələsik içəri girdi. Nə buyurursunuz, yoldaş Poladov? Poladov özünü itirən kimi oldu. Axı o heç kəsi çağırmamışdı. Hə, mən də buyururam. Birdən ayıldı. Hiss etdi ki, katibə qız qarşısında dayanıb. Onun əmrini gözləyir. Bir tez xalanı tap. De ki, yoldaş Poladovun barjomları niyə gəlib çıxmadı? Deyə Poladov zorla gülümsədi. Katibə qız baş üstə deyib çıxdı. Poladovu yenə fikir götürdü. Yenə onun gözləri qarşısında Adilə dayandı. Qəribədir. Adilənin yaraşıqlı görkəmi Poladovun gözünə ilan qurbağa şəklində görünürdü. Poladov xeyli ölçüb biçdi. Götür qoy elədi. Birdən, yox, mənə də yoldaş Poladov deyərlər, deyə əlini stola çırpdı. Özünü qaldırıb möhkəm kresloya vurdu. Məni yerimdən tərpədən hələ anasından olmayıb. Elə bu zaman Adilə içəri girdi. Poladov vahimə içərisində gülümsündü. Adilə, nə üçün susursunuz sərlöfəli məqaləni redaktorun stolunun üstünə qoydu. Redaktor narazı halda. Məqaləni birbaşa mənim yanıma nə üçün gətirirsiniz? Mən sizin üçün ədəbi işçi deyiləm ki. Xahiş edirəm. Verin partiya şöbəsinə. Qoyun, oxuyub işləsinlər. Sonra da verərsiniz məsul katibə, dedi. İşçilərin hamısı bir-bir oxuyublar, deyə Adilə izahat verdi. Fikirləri necədir? Adilə təvazökarlıqla astadan cavab verdi. Deyirlər pis yazılmayıb. Əslində isə işçilər materialı möhkəm bəyənmişdilər. İlk məqaləsi üçün Adiləni təbrik etmişdilər. Ehtirasla yazılıb, dili təmiz və kəsərlidir, demişdilər. Həm də Adiləyə işarə etmişdilər ki, nahaq yerə əziyyət çəkmisən. Poladovun belə tünd yazılarla arası yoxdur. Poladov məqaləni oxudu. Ədə, bu qız bizi işə salacaq ha, fikirləşdi. Tənqidi məktublara cavab verməyən idarə başçılarını yamanca çəkib. Bəlkə özü qəsdən belə tünd yazır ki, məni dolaşdırsın. Qızım, deyə sözə başladı. Məqaləni lap yaxşı yazmısan. Amma bir cəhəti nəzərə almamsan ki, bura rayon yeridir. Rayonun hörmətli adamları ilə intriqa aparmaq bizə yaraşmaz. Ağrımaz başımıza niyə dəsmal bağlayaq? Onların arxaları bilirsən hara bağlıdır? Bilirsən adamın başına nə oynaçarlar? Hələ sən uşaqsan. Dünyanın gəlgedindən xəbərin yoxdur. Bir neçə ildən sonra özün öz hərəkətinə təəccüb edəcəksən. Məyər tənqid edib nöqsanları göstərmək intriq aparmaqdır? Poladov sağ əlini havada yellədi. Rəhmətliyin qızı, dedi. Nə qoyub nə axtarırsan? Sən tənqid deyirsən. Onlar da intriqa başa düşəcəklər. Poladovun sözləri Adilənin başına batmırdı. O ancaq bir şey bilirdi ki, həqiqəti yazmışdı. Həqiqəti isə icazə ilə söyləməzlər. Yoldaş Poladov, verin mənim məqaləmi. Neynirsən? Çırıb zibilliyə tullayacam. Sən məqaləni cırmaq üçün mü yazmışdın? Bəli, görünür cırmaq üçün. Poladov mülayimliklə. Əsəbləşmə qızım, dedi. Məqalədir yazmısan. Oxuyarıq, baxarıq, faktları bir də yoxladarıq. Lazım olsa çap edərik. Olmasa da cırıb zibil yeşiyinə tullayarsınız, eləmi? Sizə niyə əziyyət olsun ki? Özüm cırsam yaxşıdır. Poladov ilan sancmış kimi yerindən sıçradı. Həddini bil, yoldaş şöbə müdiri. Bir gör kiminlə danışırsan. Yoldaş Poladovun kabinetində olduğunu unutma. Get, başını aşağı sal, işlə. Burada redaktor mənəm. Qəzetin altında mənim imzam gedir. Mən razı olmaram ki,
Müxbir məktubuna cavab verməyi gecikdirdikləri üçün rayonun adlı sanlı yoldaşları ləkələnsinlər. Xeyr, mən buna heç vaxt razı ola bilmərəm. Bunu köhnə işçilər çox yaxşı bilir. Yaxşı olar ki, sən də başa düşəsən. De haydi, iş başına. Adilə redaktorun otağından qəlbində dağ boyda bir ağrı ilə çıxdı. Redaktor isə özündən razı halda ürəyində dolandırdı. Ağzından yaxşı vurub qaytardım. Qoy indi bilsin ki, yoldaş Poladov kimdir? Redaktor nə deyən sözdür? Redaktorluq barədə Poladovun özünə məxsus mülahizələri vardı. O belə hesab edirdi ki, redaktor olmağın birinci və ən vacib şərti rayon rəhbərlərinin qohum və dostlarının ad familiyalarını, harda işlədiklərini bilməkdir. Buna görə də Poladov redaktorluq fəaliyyətinə bu işdən başlamışdı. Artıq o rayonda az-çox sözü olan bütün idarə işçilərinin qohumlarının ad və familiyasını əzbərdən bilirdi. Elə ki, hazırlanan materiallarda onlara toxunan bir şey hiss etdi mi, qələmini işə salardı. Ya həmin materialı tamamilə bırak edər, ya da izi itirərdi. Materialı elə doğrayıb tökər, elə ixtisar edərdi ki, material sahibi qəzetdə öz imzasını görüb təəccüblənərdi. Doğrudanmı bu mənim məqaləmdir? Bəzən görərdin gözəl yazılmış, faktları göz qabağında olan tənqidi material səhifədən çıxarıldı. Niyə? Nə üçün? Bunun səbəbini ancaq Poladov özü bilərdi. İşçilər narazılıq edən kimi ya onların üstünə qabarar, qəzetin redaktoru mənəm. Mən də istədiyim kimi hərəkət edəcəm. Kimin xoşuna gəlmirsə, ərzə verib gedə bilər, deyərdi. Ya da yavaşcadan işçilərə çatdırardı ki, yoldaşlar məsləhət görmədilər. Bir də görərdin Poladov material oxuyarkən gözünə tanış bir familiya sataşdı. O saat, birdən bu filankəsin qohumu olar ha? Sonra kişinin gözünü görünə bilmərik. Fikirləşər, götürüb həmin adama zəng vurardı. Əşi, sizsiniz? Salam, salam. Uşaqlar necədir? Bacı nətərdir? Eşitdim dünən bir balaca başınız ağrıyırmış. Hə, lap yaxşı, lap yaxşı. Əşi, dünyada o qədər xəstələnməli adamlar var ki, bilirsiniz nə üçün zəng elədim? Qarakolluda sizin qohumunuz yoxdur ki? Yox, heç bir material var. Tünd tənqiddir. Ürəyimə gəldi ki, birdən kişinin qohumu olar. Hə, bəs necə? Əşi, bizim də əlimizdən bu gəlir də. Şöbədə işlər hələ sahmana düşməmişdi. Redaksiyanın yerlərlə əlaqəsini möhkəmləndirmək, redaksiya ətrafına yeni müxbirlər cəlb etmək məqsədi ilə Adilə həftədə 2-3 kənddə olmalı, maldarlıq fermalarına getməli, tarla düşərgələrinə baş çəkməli, kolxoz kitabxanaları və klubları ilə əlaqə saxlamalı idi. Adilə Həsənlidən başlamaq qərarına gəldi. Bunun bir neçə səbəbi vardı. Əvvəla həmin kənddən redaksiyaya çox az məktub gəlirdi. Orada divar qəzetlərinin vəziyyəti də yaxşı deyildi. Digər tərəfdən, Adilə Göylərə gələndən o gün olmazdı ki, Həmzənin doğulduğu kənd haqqında fikirləşməsin, qaynanasını yada salmasın. Yəqin Həmzə yazıq arvada pul da göndərmiş. Yenə mən şəhərdə olanda hərdən arvada əl tuturdum. Görəsən necə dolanır? Görəsən oğlunun ailəsinin dağılmasından xəbəri var? Bu fikirlər içərisində vurnuxarkən bir məsələ Adiləyə böyük ümid verdi. Adilə öyrəndi ki, onun ev qonşusunun da adı Bənövşədir. Özü də Həsənli kəndindəndir. Oğlu da Bakıda böyük qulluqdadır. Bənövşə. Özü də Həsənlidən. Gedərəm. Qonşumla maraqlanaram. Kimin ürəyinə nə gələ bilər? Adilə Həsənliyə Həmidlə getdi. Həmid özü Həsənli kəndindən olduğundan oranın fəallarına, yazı pozuya meyl göstərənlərini yaxşı bələddi. Onlar Həsənliyə səhər tezdən çatdılar. Kitabxanada, klubda, ayrı-ayrı briqadalarda çıxarılan divar qəzetlərinə, tarla vərəqələrinə bir-bir baxdılar. Adilə qəzetlərin adını yazır, materialları oxuyub qeydlər götürür, dilinə, üslubuna, tərtibinə diqqət yetirirdi. Adilə divar qəzeti redaksiya heyəti üzvləri ilə çox işgüzar söhbət apardı. Onların nöqsanlarını konkret faktlar əsasında izah etdi, məsləhətlər verdi. Həmidlə Adilə klubdan çıxanda günəş yavaş-yavaş qüruba meyl edirdi. Onlar avtobus dayanacağına qədər kəndin arası ilə piyada getməli oldular. Yaşıllığa bürünmüş kənd, abad evlər, bağlı bağçalı həyətlər, çəpərlərin üstündən görünən gülöşə narlar, sarı heyvalar, kollardan sallanan bal boranılar, qoyun quzu mələşməsi, inək buzov səsi kəndin varlığına dəlalət edirdi. Adilənin isə fikri Bənövşə xalanın yanında idi.
Həmid, axı mənim qonşum Bənövşə xala da bu kətdəndir. Bəlkə bir onunla da görüşək. Tək yaman darıxıram. Deyəcəm ay xala, daha bəsli kətdə olduğun. Yığış gəl şəhərə. Bilirsinizmi Adilə bacı? Bu kətdə nə az nə çox. 5 nəfər Bənövşə var. Onlardan birini tapsaq, sonrası asandır. Adiləni fikir götürmüşdü. O istəyirdi Həmiddən jurnalist Həmzənin anası Bənövşə xalanın evini soruşsun. Amma ürək eləmirdi. Birdən Həmid soruşsa ki, sən onu hardan tanıyırsan? Onda nə deyərəm? Yox, soruşmaq lazım deyil. Sonra, başqa bir vaxt özüm tək gəlib hal-əhval tutaram. Deyərəm, oğlunuz tələbə yoldaşım olub. Gələndə xahiş etdi ki, anama dəyərsən. Qəribədir, çox qəribədir. Heç yatsam yuxuda görə bilməzdim ki, Həsənliyə gəlmişəm. Öz qaynanamın yaşadığı kəndə. Görəsən necə dolanır? Həmzədən məktub alırmı? Bəlkə Həmzə mənim bura gəldiyimi ona yazıb, bəlkə mənim barəmdə elə sözlər uydurub ki, Adilənin ürəyi üşüdü. Bir bax, deyə Həmid çəpəri sökülmüş, darvazasının bir yanı qırılmış həyətin qarşısında dayandı. Bənövşə xalalardan biri burada olur. İndi çağırıb ondan soruşaq. Çox mehriban qadındır. Tanımamış olmazsınız. Oğlu da jurnalistdir. İrəli qəzetində işləyir. Amma namərd anasına yaxşı baxmır. Yazıq arvad, ehtiyat içində dolanır. Adilə sayıqlayırmış kimi. Jurnalistdir. İrəli qəzetində işləyir. Soruşdu. Bəli, yaraşıqlı bir oğlandı. Həmzə. Bir zamanlar Həmzənin adı çəkilən kimi Adilənin çiçəyi çıtlar. Üstünə gün doğar. Qürurla mənim yoldaşımdır, deyərdi. İndi isə, bəli, tanıyıram. Gərək ki, universiteti 2 il bizdən əvvəl bitirib, deyə könülsüz cavab verdi. Zahirən təmkinini saxlamağa səy edən Adilə qəlbindəki təlatümü boğmağa çalışırdı. Ürəyi sıxılıb açılır, həyət, ağaclar, 2 mərtəbəli bina onun başına fırlanırdı. Adilə müvazinəti itirməmək üçün darvazaya söykəndi. Rəngində bir damla qan qalmadı. Dodaqları gömgöy oldu. Elə bu zaman balaca boylu, arıq, sarıbəniz qoca bir arvad həyətə indi. Adilə onun gözlərinə baxan kimi Həmzəni xatırladı. Bənövşə xala yaxın adamlarına müraciət edirmiş kimi, orada niyə durmusunuz? Bəri gəlsəniz, dedi. Yaxşıdır xala, gedəcəyik, deyə Həmid Adiləyə işarə etdi. İstədik öyrənək görək, Adilənin şəhərdə qaldığı ev sizin evdir, yoxsa, bəli, mənimkidir. Bənövşə xala Adiləyə tərəf yeridi. Xoş gəlmisiniz qızım, o evimizə də, bu evimizə də. Bilirəm, indi deyirsən ki, bu Bənövşə xala nətər adamdır. Gəlib bir mənə xoş gəldin də eləmədi. Düzü macalım olmayıb qızım. Məktəbdə işə düzələndən başımı qaşımağa vaxtım yoxdur. Bu bir ayda şəhərə cəmi bircə dəfə getmişəm. Onda da səni görə bilməmişəm, işdə olmusan. Dey burada durmayın, keçin içəri. Yaxşı çolpalarım var. Sizə keyfiniz istəyən bir çığırtma pişirərəm. Adilə həyəcanlı olduğunu biruzə verməmək üçün zorla gülümsədi. Çox sağ ol xala. Elə gərək bugün olsun. Niyə tələsirsən? Sənin çolpanı da yeyəcəyik, plovunu da. Hələ desən, qaysavanı da. Bənövşə xalanın da gözləri güldü. Birinci dəfə bizə ayaq basırsınız axı. Sizin kimi qonağın qabağında çolpa nədir? Gərək qoyun kəstirəydim. Çox sağ ol xala. Elə hesab elə ki, kəstirmisən də yemişik də. Nə deyirəm qızım, siz deyən olsun. Onda heç olmasa evə çıxın, bir stəkan çay için. Adiləgil içəri keçdilər. Otaq sadə döşənmişdi. Hər yanda səliqə vardı. Otağın baş tərəfində Həmzənin iri şəkli vurulmuşdu. Bu, universitetin qabaqcıl idmançılar lövhəsindəki şəklin böyüdülmüş idi. Adilə ağır addımlarla gedib şəklin önündə dayandı. Ah, Həmzə, Həmzə. Sən o zamanlar necə yaxşı oğlan idin. Sən o zaman. Həmid ona tərəf gəldi. Həmzənin şəklidir. Yəqin xatırlayırsınız. Hə, dumanlı şəkildə yadıma gəlir. Elə bu zaman Bənövşə xala içəri girdi. Saqqalı ağarmış 2 ilə yaxındı ki, evlənib. Hələ gətirməyib gəlinimi görəm. Adilə Bənövşə xalanı eşitmirmiş kimi. Xala, bura gəlməkdə məqsədim budur ki, səni həmşərik köçürəm şəhərə. Təkəm, darıxıram. Mənə həyan olarsan, anabala dolanarıq, dedi. Bənövşə xala etiraz etdi. Dərdini alım, bu düzələn iş deyil. Mən məktəbdə xidmətçiyəm. İşi buraxıb getməyim yaxşı düşməz axı. Adilə Bənövşə xalaya yaxınlaşdı. Xala, sən işləməyəcəksən. Mənimlə qalacaqsan. Baş-başa verib dolanarıq. Yaxşı mı?
Yox ay bala, Allaha şükür, əlim ayağım hələ ki salamatdır. Xətrimə dəyirsən xala, tez ol hazırlaş. Elə bu saat yola düşürük. Bıy, başıma xeyir, sən lap gerçəklədin ki. Həmid Bənövşə xalanın tərəddüd etdiyini görüb söhbətə qarışdı. Adilənin fikrini mən də bəyənirəm. Xala, şəhərə yığışsan yaxşıdır. Ayaq ol. Elə bilirsən mənim özümü təklik zinhara gətirməyib. Amma neyniyim? İş deyirəm axı. Onun eybi yoxdur. Şəhərdə də sənə iş tapmaq olar. Arvad axır ki razılaşdı. Nə deyirəm, balalarım, qoy siz deyən olsun. Həmidlə Adilə evdən çıxıb avtobus dayanacağına tərəf getdilər. Hava qaralırdı. Uzaqda görünən dağların zirvələri qürub günəşinin qırmızı pərdəsinə bürünmüşdü. Onlar tələsirdilər. Elə bu zaman 3 günlük həbsdən buraxılmış Həmzə asta addımlarla tramvay dayanacağına tərəf gəlirdi. Özü tüklü idi. Həmişə ütülü olan şalvarının qatı getmişdi. Pencəyi qırış-qırış olmuşdu. O əvvəlcə istədi redaksiyaya getsin. Bir neçə addım atmamışdı ki, ürəyi dilə gəldi. Hara gedirsən Həmzə? Daha bundan sonra səni redaksiyada saxlayarlarmı? Həmzə fikirli halda ayaq saxladı. Ətrafına boylandı. Şəhər yenə əvvəlki kimi səsli küylü idi. Maşınlar bir-birinin ardınca bitmək-tükənmək bilməyən axınla şütüyür, adamlar dəstə-dəstə mağazalara girir. Kinoteatrların qabağına toplaşırdılar. Bu qüdrətli insan axını içərisində Həmzə özünü kimsəsiz sayırdı. O coşqun dalğaların atıb tutduğu saman çöpünə, Xəzrinin alıb apardığı, divarlara çırpdığı saralmış yarpağa bənziyirdi. Həmzəni fikir götürmüşdü. Hara getsin? Neynəsin? Evdə bir kəsim yox, qapım bağlı. Gül kimi ailəmi öz əlimlə vurub dağıtdım. Otello Dezdemonanı öz əli ilə həlak edən kimi, mən də. Yox, o ölmədi. O işləyir, o vuruşur, o yaşayır. Bəs mən? Həmzə başındakı qara fikirləri qovurmuş kimi əlini yellədi. Nə olur olsun. Ancaq bununla belə fikirlər ondan əl çəkmir, yaxasından tutub silkələyirdi. Necə yəni nə olur olsun? Həmzə özü də hiss etmədən addımlarını yeyinlətdi. O güclü axın içərisində başqaları hiss edəcək dərəcədə iti yeriyirdi. Bir qədər keçmədi ki, elə bir kimsə qolundan tutub onu ayıltdı. Hara? Hara belə tələsirsən? Səni ki heç yerdə, heç kəs gözləmir. Bəli, heç yerdə, heç kəs. Bu, işdən qovulmuş Həmzənin başına gələn ilk qorxunc fikir idi. Həmzə addımlarını yavaşıtdı. Yenə küçədən adamlar, maşınlar keçir. Hərə bir yerə tələsirdi. Həmzə axından aralandı. Ayaqları onu dənizkənarı parka gətirib çıxartdı. Havanın soyuq olmasına baxmayaraq, cavanlar deyib gülür, qol-qola girib gəzişirdilər. Uşaqlar fəvvarənin ətrafında fırlanır. Sağa sola qaçışırdılar. Velosiped yarışına çıxan kim, gəlinciyini taxta çarpayı üstündə yatırdan kim, hovuza qayıq salan kim. Uşaqlardan birinin şarının ipi Həmzənin pencəyinin düyməsinə dolaşdı. Həmzə irəlilədikcə şar da onunla getdi. Saçlarına qırmızı lent bağlamış kök, enli sifət bir qız Həmzəyə toxundu. Əmi, mənim şarımı hara aparırsınız? Həmzə yalnız indi ətrafa baxdı. Şarı düyməsindən açıb qıza verdi. Onun solğun dodaqlarına mənalı bir təbəssüm qondu. Qız şarı Həmzəyə tərəf uzatdı. Əmi, istəyirsiniz bunu sizə bağışlayayım. Qızınıza verərsiniz. Mənim biri də var. Atam alıb. Həmzə qızı qucağına götürüb başı üstə qaldırdı. Qızın əlində şar yellənir, sevinci aşıb daşırdı. Qız qəhqəhə ilə gülürdü. Həmzə atdan yuxarı qıza diqqətlə baxdı. Onun gözlərində qəribə bir ifadə var idi. Təəssüfmü, qibtəmi? Demək çətindir. Görüm səni böyüyüb, bax bu boyda olasan, la bu boyda. Həmzə qızın üzündən öpdü. Qız əllərini onun tüklü üzünə sürtdü. Üzümü daladı. Niyə qıxmamısınız? Atam hər gün üzünü qırxır. Onun üzü yumşaq olur, yup-yumşaq. Həmzə qızı yerə qoydu. Di get oyna. Uşaq dəcəlli ilə atılıb düşdü. Bir də qaldır. Amma maç eləmə ha. Uşağın dediyinə əməl edən Həmzə onu daha qəlbiyə qaldırdı. Sonra yerə qoydu. De sağ ol, mən getdim. Bəs şarı qızınıza aparmırsınız? Həmzə sarsıldı. Kəkələdi. Şarı? Qızıma?
Hə, yox. Onun özünün çoxlu şarı var. Lap çox. Mən almışam. Anası alıb. Bəs niyə onu da gəzməyə çıxarmamısınız? Yaxşı ki, qızı yoldaşları dövrəyə aldılar. Gəl oynayaq dedilər. Qız Həmzənin arxasınca xeyli baxdı. Sonra uşaqlara qoşuldu. Həmzə bir qədər irəliləyib ağacların arasına vuruldu və kənardakı skamyalardan birinin üstündə oturdu. Nazik paltosunun boynunu qaldırdı. Balaca qızın səsi qulağına gəldi. Bəs niyə qızınızı gəzməyə çıxarmamısınız? Həmzə əsəbliklə yumruqlarını düyünlədi. Bəs niyə? Bəli, bəs niyə? Mənə deyən gərək. Bəs niyə bu günə düşdün? Həmzə, bəs niyə? O başını skamyanın söykənəcəyinə qoydu. Biraz sonra yuxulu və əzgin halda qalxıb parkdan çıxdı. Qarşıya çıxan ilk avtomat telefonla Cəfərə zəng elədi. Evdə tapmadı. Birdən o ürəyində içməyə böyük və güclü meyil duydu.